Bir dənə nöqtəni deyim ki, o inkar edənlərə aid Qur'anda ayədir. Mə'aric surəsinin 1-ci, 3-cü ayəsində Allah Teala nə buyurur? Səələ səilun bi'azabin vaqi' lil-kafirin laysa lahu dafi' minallahi zil mə'aric. Hazret Peyğəmbər əleyhissalam ki, Əli əleyhissalamı o ki təyin elədi və əlindən tutdu, xalqa tanıtdı. İçərisindən bir nəfər Numan ibn Haris Fihri, başqa 2 nəfər də deyiblər. Əsas bunun üstündə alimlər dayanıblar ki, əsas bu olubdur. Peyğəmbər əleyhissalama etiraz elədi ki, ya Rasulallah, mən sənin sözünə etiraz eləyirəm. Nədir? Sən dedin ki, Allah bir, biz də dedik ki, Allah birdir. Qəbul edik. Sən dedin ki, Peyğəmbərəm, biz səni qəbul edik ki, Peyğəmbərsən. Sən dedin ki, namaz qılın, namaz qıldıq. Oruç tutun, oruç tutduq. Həccə gedin, həccə getdik. Xümüs zəkat verin, xümüs zəkat verdik. Daha hər şey dedin, hamısını da qəbul edin. İndi də gəlmirsən, ömrün axırında deyirsən ki, Əli sənin mavinindir, vəzirindir, imamındır. İndi mən de görüm, onları Allahın adından deyirdin, biz qəbul edirdik. Amma indi bu sözü də Allahın adından deyirsən, yoxsa sən öz üstəyindir, öz sözündür. Hazret Peyğəmbər əleyhissalama bunu deyir və deyir. Ey Allahın Rəsulü, əgər bu söz səndəndirsə, qəbul eləməyəcək. Əgər yox, Allahdandirsə, Allah mən bəlamı elə burada versin ki, mən bilim ki, bəli, sən o sözü Allahdan, vəhiy gəldi, Allahın vəhyi əsasında deyirsən. O dəqiqə bunun ağzından çıxdığı o söz bir daş deyirlər, bir bəla deyirlər, cəmaatın gözünün qabağında gəldi və onu öldürdü. Orada inanmayan, şübhəyə düşən də hamısı inandır ki, bu söz Allahın sözüdür. Və Həzrət Cəbrail əleyhissalam bu ayəni gətirdi ki, səələ sail, yəni Numan sual eləyir, istəyir Allahdan nə? Bir azabin vaqi, bir bəla gəlsin. Ey Peyğəmbər, əgər Allahdansa mənə bir bəla gəlsin. Allah da buyurur ki, istəyirsən, lil-kafirin laysa lahu dafi. Biz bəlanı göndəririk, və bunu səndən heç kəs götürə bilməz. Bu surənin də mazur olmasın, bir neçə əhl-i-sünnə qardaşlarımızın təfsirlərində qeyd olunubdur ki, Qədirxumda bu hadisə baş verdi. Əl-Qədir deyilən kitabda da bunların hamısını ağamız yazıbdır. Qur'an buyurur, 71-ci İsra surəsində buyurur ki, qiyamətin günündə biz bütün insanları öz imamları ilə məhşərə gətirəcəyik. Biz də deyirik, ilahi, biz bu günləri Qədirxumda Peyğəmbər əleyhissalamdan beyyət elədik və sənin bütün sözləri eşitdik, ayələri eşitdik və qəbul elədik ki, bizim imamımız Mövla-i Müttəqiyandır. Əli ibn Əbu Talibdir ki, 11 evladı ilə haqq olan imamdır ki, həmin bu Səhih-i Buxaridə qeyd olunubdur ki, Peyğəmbər əleyhissalam buyurur ki, məndən sonra 12 imam gələcəkdir. Onlar mənim əhl-i beytimdən olacaq. Daha 12 nəfər axtarırlar ki, tapsınlar, 1400-ü tapa bilmirlər. Amma Peyğəmbər buyurur ki, nə qədər saysanız da xeyri yox. Niyə? Çünki mənim əhl-i beytimdən olmalıdır. Sizin tapdığınız xəlifələr falanlar olmalıdır. İlahi, biz imamımızı tapmışıq. Sənə and verirəm bu İzzət-i Cəlalı var. Bugünün mübarək gününə, bugünün o vilayət məktəbinin təsdiq olunan gününə, bu əzizlərimiz ki, bura gəldilər, öz vaxtlarını aldılar. Sənin məsumların deyir ki, bu yer Qədirxum yeridir və Qədirxum günüdür. İlahi, o baxımdan bunların heç birini və buradan başqa nə qədər dünyada ki, bugünkü etiqadda olan insanlar var, məclislər var, onların hamısının duaların qəbul etməmiş buradan çıxartma.